Salam, hörmətli müəllimlər. Mən Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin metodika üzrə təlimçisi Aysel Balaşova. Bugün Time Test Bankında situasiya tipli inteqrativ test 4-dən, yəni səhifə 108-də 4-cü testin izahını verəcəm. Testimiz müəllimin fasilitasiya bacarığı, ümumiyyətlə şagird yönümlü yanaşması ilə bağlıdır. Aşağıdakı situasiyalardan hansında müəllim yanlışa yol verir? Yəni bizim diqqət etməli olduğumuz məqam odur ki, müəllim tədrisi şagird yönümlü təşkil edirmi? Fasilitator müəllim kimi rolunu doğru ifa edirmi? Sonra scaffoldingi düzgün təşkil edirmi? Yəni bu bildiklərimizdən yola çıxaraq yanlış cavab variantını müəyyən edəcək. Yəni dediklərimizə zidd olan bir variantı. Gəlin hər bir situasiyaya baxaq və müəllimin harda yanlışa yol verdiyini müəyyən edək. A bəndinə baxırıq. Müəllim ilin əvvəlində şagirdlərə çətinlik dərəcəsi müxtəlif olan tapşırıqlar verir. Onlar haqqında bir çox məlumat əldə etmək istəyir. Biz bilirik ki, müəllimin rollarından biri tədqiqatçı müəllim roludur. Yəni, şagirdi tədqiq etmək nəzərdə tutulur. Tədris ilinin əvvəlində müəllimin diaqnostik qiymətləndirmə aparması, müxtəlif tipli tapşırıqlarla şagirdin hazırlıq səviyyəsini üzə çıxartması doğru yanaşmadır. Çünki müəllim bu cür davranmaqla fəaliyyətini doğru planlaşdırıb effektiv nəticə əldə edə bilər. A bəndi doğru olduğuna görə götürmürük. B-yə baxırıq. Şagirdlər evə gedəndə sinifdə səs-küy yarandığını görən müəllim bununla bağlı sinif prosedurları tərtib edərək hər dərs şagirdlərə icra etdirir. Bu doğru yanaşmadır. Çünki biz müxtəlif fəaliyyətlərlə bağlı prosedurlar tətbiq etdikdə sinifdə xaosun yaranmasının qarşısını ala bilərik. Sinif mühiti daha səmərəli ola bilər. Sinifi tərk etmək üçün prosedurun qoyulmasından danışılır ki, bu da müəllimin doğru addımıdır. Yəni biz sinifi tərk edəndə təmizliyə diqqət eləyib, əşyalarımızı götürdüyümüzə baxıb, sonra sinifi tərk edə bilərik. Müəllimin prosedur qoyması onun doğru addımıdır. Doğru fikir olduğuna görə B bəndini də götürmürük. Müəllim dərs prosesində şagirdləri həssaslıqla izləyir. Onların səhvlərini davamlı olaraq düzəldir ki, şagirdlər dərsin sonuna qədər dərsin məqsədinə çatsınlar. Cümlənin əvvəli xoş səslənsə də, yəni müəllimin onları həssaslıqla izləməsi, ancaq davamlı olaraq şagirdlərin səhvləri düzəltməsi yanlışdır. Çünki biz bilirik ki, müəllim səhvləri öyrənmə prosesinin bir hissəsi kimi təqdim etməlidir. Şagirdin səhvləri üzərində düşünməsinə yön verməsi daha məqsədə uyğundur. Çünki biz davamlı olaraq şagirdin səhvini düzəltdikdə, şagird düşünmə imkanı qazanmır. Bu, onun özünü bir növ narahat hiss etməsinə gətirib çıxarda bilər. Yəni, səhvlərin davamlı olaraq düzəldilməsi şagirdin fikirlərini rahat ifadə etməsinə də maneçilik törədə bilər. Bu baxımdan davamlı olaraq düzəltməsi yanlışdır. Məqsədə uyğun olardı ki, istiqamət verərdi, refleksiv sual verərdi, şagird özü öz səhvi haqqında düşünsün, özü bir çıxış yolu tapmağa çalışsın. Bu baxımdan C bəndi bizim testimizin cavabıdır. Çünki müəllimin bu addımı yanlış addımdır, effektiv addım deyil, o baxımdan yanlışdır. Digərlərinə baxaq. Müəllim şagirdlərin dinləyib anlama bacarıqlarının zəif olduğunu müəyyənləşdirdikdən sonra onlara həmin mətnləri təkrar dinləməyə şərait yaradır. Doğrudur. Çünki biz nə qədər çox dinləmə məşqi eləsək, o zaman sözlərin tələffüzünü düzgün anlaya bilərik. Dinləyib anlama bacarığımızın inkişafına bu təsir göstərə bilər. Xüsusilə dil dərslərində, xarici dil dərslərində bu metoddan istifadə effektivdir. Hətta dinləmə mətnlərini müxtəlif cins, yəni qadın, kişi səsləndirilməsi də effektiv nəticə verir ki, müxtəlif cinslərdə, yəni tələffüzü şagird dinlədikdə dinləyib anlama bacarığının inkişafına da bu müsbət təsir edə bilir. Bu baxımdan D bəndi müəllim tərəfindən doğru addımdır deyə cavab götürmürük. Y-yə baxırıq. Müəllim dərsdə qrup işi tətbiq etməzdən əvvəl şagirdlərlə birlikdə qrup qaydaları tərtib edir. Həmçinin şagirdlərə bu iş forması haqqında məlumat verir. Birincisi, qrup işlərinin effektivliyi üçün
Şagirdlərin qrup işinin mahiyyətini dərk etməsi çox vacibdir. Eləcə də müəllimin özünün bunun mahiyyətini anlaması, şagirdləri o fəaliyyətə yönəltməsi çox vacib bir nüansdır. Üstəgəl, müəllim qayda tərtib edərkən şagirdləri bu prosesə cəlb edir. Bunun özü şagirdlərin fikir və mülahizə irəli sürmək hüquqlarını həyata keçirtmələrinə, şagird yönümlülüyü təmin etməyə kömək eləyir. Eyni zamanda qaydaların tərtibatı prosesində iştirak edən şagirdlər həmin qaydaların nəyə xidmət etdiyini daha yaxşı anlayır, prosesə şüurlu yanaşır, məsuliyyət hissi formalaşır onlarda. Bu baxımdan müəllimin Y variantındakı addımı da doğrudur deyə götürmürük. Gördüyünüz kimi C bəndindən xaric, digər cavablar şagird yönümlü yanaşmadadır. Müəllimin istiqamətləndirici rolunu ifadə eləyir, müstəqil öyrənməni əks etdirir. Yalnız C bəndi testimizin cavabı olacaq. Belə, növbəti test suallarında görüşərik.